Avtomobili necə icarəyə götürmək olar? Bu videoda biz icarə avtomobilinin axtarışı və bron edilməsi ilə bağlı detallardan danışacağıq. Unit Travel ilə icarə etmək üçün avtomobil necə tapmaq və bron etmək olar? Əsas səhifədə avtomobil icarəsi bölməsinə keçin. Avtomobili götürmək istədiyiniz yeri daxil edin. Bu, şəhər, kurort, hava limanı və ya digər müəyyən edilmiş yer ola bilər. Götürmə və təhvil vermə tarixini və saatını seçin. Əgər sürücünün yaşı 25 ilə 69 arasında olarsa, müvafiq xanaya işarə qoyun. Sürücünün yaşı bu aralıqdan kənardadırsa, uyğun rəqəmi daxil edin və nəzərə alın ki, 25 yaşdan kiçik və ya 69 yaşdan yuxarı sürücülər üçün əlavə ödəniş tətbiq oluna bilər. Əgər mexaniki sürət qutulu avtomobil icarəyə götürmək istəmirsinizsə, yalnız avtomatik ötürücü seçimini işarələyin. Avtomobili başqa bir məkana təhvil verməyi planlaşdırırsınızsa, başqa yerdə qaytarmaq filtrini seçin və eniş yerini göstərin. Nəticələr səhifəsinə keçmək üçün axtar düyməsinə klikləyin. Axtarış nəticələrində icarə şirkətləri və avtomobil sinifləri sərnişin və baqaj tutumu ilə bağlı məsləhətlər, təsvirlər və icarə xərcləri ilə birlikdə göstərilir. Xəritədə isə seçilmiş ərazidəki icarə məntəqələrinin yerini görə bilərsiniz. Tarif seçin və həmin sinif üçün təminatçı tərəfindən bron edilə bilən konkret avtomobil modellərinin siyahısını, həmçinin hər biri haqqında qısa məlumatı görəcəksiniz. Mütləq avtomobil icarəsi şərtlərini nəzərdən keçirin. Burada sığorta, əlavə ödənişlər, ödəniş şərtləri, avtomobil avadanlıqları, sürücülük vəsiqəsi tələbləri, digər vacib məlumatlar və yanacaqla bağlı tələblər haqqında məlumat tapa bilərsiniz. Həmçinin müxtəlif sığorta paketləri seçimlərini görəcəksiniz. Seçilmiş tarifə nələrin daxil olduğunu nəzərdən keçirə bilərsiniz. Və istəsəniz, daha əhatəli sığorta paketini seçə bilərsiniz. Rezervasiyanı davam etmək üçün seçin düyməsini klikləyin. Bronlaşdırma səhifəsində avtomobildəki sərnişinlərin sayını sürücü daxil olmaqla göstərin. Gələn turistlər üçün uçuş nömrəsini daxil edin və zərurət olduqda əlavə seçimlər edin. Sürücünün məlumatlarını daxil edin. Ödəniş üsulunu seçin. Zərurət olduqda komissiyanı tənzimləyin. Və turistlərin əlaqə məlumatlarını daxil edin. Vacibdir bilmək bölməsini mütləq nəzərdən keçirin və bundan sonra növbəti əməl, məlumatların yoxlanılması düyməsini klikləyin. Yekun məlumatları yoxla səhifəsində daxil etdiyiniz məlumatları nəzərdən keçirin və zərurət olduqda məlumatları dəyiş düyməsini klikləyərək əvvəlki səhifəyə qayıdın. Bron şərtlərini diqqətlə oxuyun, razı olduğunuzu təsdiqləmək üçün qutunu işarələyin və sonra indi rezerv et düyməsini basın. Rezervasiya təsdiqi bron zamanı göstərilən e-poçt ünvanına göndəriləcək. Rezervasiyaya xüsusi bir nömrə təyin olunacaq və siz onu menyu, müştərilərlə əməkdaşlıq, rezervasiya bölməsində tapa bilərsiniz. Tam ödəniş tamamlandıqdan sonra müvafiq bron səhifəsindən vauçeri tap, yükləyə və çap edə biləcəksiniz. Əgər bron göstərilən müddətdə ödənilməzsə, o heç bir cərimə tətbiq olunmadan avtomatik olaraq ləğv ediləcək. Video bitdi, amma bizim 24/7 dəstək komandamız heç vaxt dayanmaz. Hər hansı sualınız olarsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.